Qan, gözyaşı, birlik, mübarizə. Tarix boyu haqsızlığa, ədalətsizliyə məruz qalan Azərbaycan xalqını ifadə edir bu sözlər. Qanı töküldü, gözyaşı axdı, amma birgə mübarizədən bir an olsun belə əl çəkmədi. O gecə olduğu kimi. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Sovet tankları Bakının küçələrinə daxil olaraq günahsız insanlara aman vermədi. Qadın, kişi, yaşlı, cavan demədən qan töküldü. Bu vəhşiliyə baxmayaraq xalqın mübarizə əzmi sınmadı. Xalq meydanlara çıxdı, öz sözünü dedi və o milli oyanışın zirvəsi idi. Bir tərəfdən faciədir, digər tərəfdənsə SSR rəhbərliyi və dünya gördü ki, xalq özünün kimliyini qorumaq üçün hətta böyük itkilərə getməyə də hazırdır. Törədilən qətliam o məntiqin ortaya çıxmasına zəmin yaratdı ki, nə qədər ki müstəqil dövlətin olmayacaq, müstəqil bayrağın altında birləşməyəcəksən, o zamana qədər də sənin milli varlığını istismar edəcək və həmçinin azadlıq ideallarını da gömülməsi üçün sənə qarşı ən qəddar, ən amansız siyasət yürüdüləcək. Azadlıq atəşi ilə alışıb yanan xalqın qarşısında artıq heç nə dayana bilməzdi. İnsanlar tankların önünə doğru irəliləyir, qanlar tökülürdü. Şəhid qanlarının üstü qırmızı qərənfillərlə örtülür, hər kəs yalnız bir söz deyirdi: azadlıq. Bir önəmli məqama da diqqət çəkməliyik. Bu da həmin zaman kəsiyində Moskvada olan və 20 yanvar hadisələrinə ilk olaraq öz səsini ucaldan və həyatının belə təhlükə altında qoyaraq xalqı ilə bir yerdə olduğunu nümayiş etdirən Ulu Öndərlə bağlı olan məqam idi. Qənaətimə görə bu faktın özü də Azərbaycanda istiqlal mücadeləsinin yüksəlməsində və həmçində Azərbaycan xalqının özünə əminliyinin artmasında mühüm rol oynadı. 20 yanvar hadisələri ilə alovlanan milli dirçəliş sonraki dövrlərdə də davam etdi. Azərbaycan xalqı birlik nəticəsində nələrə nail olmağın mümkün olduğunu dərk etmişdi. Bu yoldan onu döndərmək artıq mümkün değildi. Müstəqillik elan edilməsində də, vaxtaşırı ziyalılarımızın Azərbaycançılığında mübarizəsində də, 1988-ci il hadisələrində də, o cümlədən Qarabağ müharibəsində də gördük. Və torpaq itkisi ilə heç kəs razılaşmadı. Sonradansa bu Azərbaycan öz əzmini, qələbəsini 44 günlük müharibədə, bir günlük antiterror əməliyyatında göstərdi. Azadlığının boğulması ilə barışmayan xalq işğalı da qəbul etmədi. Haqsızlığa qarşı ayağa qalxaraq torpaqları və gələcəyi uğrunda mübarizəsini davam etdirdi. Ali Baş Komandan ətrafında birləşərək. Bu mübarizə milli ruhu daha da gücləndirdi. Dünyada elə xalqlar var ki, dəfələrlə ayağa qalxmaqlarına, qırılmaqlarına, mübarizə aparmaqlarına baxmayaraq, amma o strateji hədəfə nail ola bilmirlər. Azərbaycan xalqının xoşbəxtliyi budur ki, belə bir gündə ayağa qalxmaqla, mübarizə əzmini ortaya qoymaqla həm qalib gəldilər, həm də başqa bu cür mövqedə olan xalqlara bir nümunə oldular. 20 yanvarda tökülən qan, sönməyən milli ruh sonradan Azərbaycanın taleyini dəyişən böyük qələbələrin təməlini qoydu. Sonraki illərdə xalq birliyi və məqsədyönlü dövlət siyasəti ilə tarixi ədalət bərpa edildi. Bugün qazanılan zəfərlər həmin milli birliyin və Azərbaycanın qətiyyətli yolunun canlı sübutudur.